Həzrət Əli oxuyursan. Ad günü mübarək. Asfal, bunu kafirlər oxuyurlar. Happy birthday duyur. Sən gəlib bunu Həzrət Əliyə Hüseyin oxuyursan. Hüseyin Əleyhisselamın doğum günüdür, mövlud günüdür. Həzrət Əbəlfəz ağanın doğum günüdür. Ondan sonra da İmam Səccad Əleyhisselamın doğum günüdür. Bu ay bayramlar ayıdır. Ha, bu ay bayramlar ayıdır. Hamısının doğum günüdür. İndi baxa görə bunlar doğum gününü necə qeyd edir? Mənə yazırlar ki, sən bu məscid, yəni niyə Dirşiyəliyə nisbət edirsən? Onun deyir, bizimlə nə əlaqəsi var? Allahu Akbar, sənin bu alim saydığın kimsə, həmin onunla eyni məclisdədirlər də. Eyni məclisdə onu təbrik edir, onu dəstəkləyir də. Səhv görsəydi onu, çıxıb ona nəsiyyət edərdi, kafir olar, və eləmə yenə. Özü də həmin o tortu kesir. Məgər sən düşünürsən ki, bu videoda olunanları Peyğəmbər, onun əhl-i beyti edib, Peyğəmbər s.ə.v-in zamanında da insanlar dünyasını dəyişirdi də. Onların hər il ad gününü və yaxud ölüm günlərini qeyd edirdi. Uhudda nə qədər şəhid oldu? Və yaxud da Bədirdə nə qədər şəhidlər oldu? Və məgər Peyğəmbər s.ə.v onlar üçün belə bir şeylər edirdi? Vallahi ki, bu xurafatdır. Bunun İslamla heç bir əlaqəsi yoxdur yaxın. Bunu hara fırlatsın, gedib xristiyanlığa çıxacaq. Bunu hara fırlatsın, gedəcək Yahudilərə çıxacaq. İmam Hüseyni belə sevmək olar. İmam Hüseyin bunu görsəydi buna razı olardı. Vallahi sən əgər İmam Hüseynin sevgisini öyrənmək istəyirsən, Allah and olsun, ged bax Əl-Sünnə kitablarını görəcək İmam Hüseyni sevirlər. Elə bir dənə kifayətdir, Peyğəmbər s.ə.v deyib ki, cənnət cavanlarını sevdir və sən bu kifayətdir sənə. Bu fəzilət onun üçün kifayətdir. Ehtiyac var belə güllərlə, qəbrinə getmək onu, nə bilim, mahnı oxumaq ona. Hansısa bir türk mahnısıdır, sözlərini